Qrupda olan paylaşımlarda göstərmək istəyirəm sizə. 15 yaşına kimi uşaq yata bilər. Belə bir çarpayıdır, həm beşik olur, həm də transformer çarpayıdır. Əhmədlidə 140 manata. Baxın, bu açılmış vəziyyətidir. Bu dolab qoyulur, bax, bu hissəyə olur beşik. Çıxardırsınız bunu buradan. Hətta səhv etməmsə, bunun konstruksiyasında masaya çevirmək də olur onu. Cəmi 140 manata. 20 manata bir ədədi. 7 ədəd stuldur, ünvan yasamalda. Vəziyyəti əladır. 250 manata mətbəx mebeli, 2.55-in 1.40-a. 60 da yəqin ki, dərinliyidir mərdəkanda. İndirim olunub. Pencərə qabağı, belənçi, küncdə moykası, qaz aspirator. Üstündə qazla aspirator veriləcək. 120 manata künc divan, ucuz künc divan istəyənlər var idi. 250-nin 1.60-a. Açılmır, bazası yoxdur mərdəkanda. Malayziya istehsalı belə bir vitrin 50 manata. Təcili bu gün evdən çıxmalıdır. Ünvan 3-cü mikrorayon. Burada bir kası da var bu hissəsində. İdeal vəziyyətdədir. Mətbəx dolabları moyka daxil 60 manata xırdalanda. Hamısı bunlar 60 manata. Qaz peçi 100 manata xırdalanda. $200 manata binədə. Ölçüsü 3.20. $550 manata təzədir. 2 metr hündürlüyüdür. 3.20 də eni. Bu sifarişlə yığılıb böyük bir dolabdır. Azadlıq Paselka Kirovda. Əlavə ödənişini çatdırılma mümkündür. Bu da ikinci şəkildə bu qaydada. 220 manata Azadlıqda 4 qaplı dolab. 600 manata. Ölçüsü 2.40-ın hündürlüyüdür. 1.90 da enidir. İçində şəkli var burada. 60 da dərinliyidir. Yəni geniş dolabdır. Həm dəhlizdə istifadə eləmək olar, həm qardirob, şkaf kimi. Mətbəx üçün alt-üst dolablar, moyka və kran daxil 60 manata. Yeni Günəşlidə. Baxın, bu mebeldir.